Fantastik özəl bağça qiymətləri. Qiymətlər 200 manatdan 7-8 min manata qədər yüksəlir. Ekspertlərin sözlərinə görə ölkədə 1700-dən çox dövlət, 100-dən çox özəl bağça mövcuddur. Lakin özəl təhsil müəssisələri qanunla qiyməti müəyyən etməkdə sərbəstdirlər. Lakin qiymətlər astronomik həddədir. Göründüyü kimi özəl bağçalarda qiymətlər əksər valideynlər üçün də əlçatan deyil. Bəs özəl bağçaların bu qədər baha olması nə ilə bağlıdır? Mütəxəssislərin fikrincə özəl bağçalarda gündə 4 və ya 5 dəfə qidalanmaq, əyləncəli və öyrədici oyunlar, idman, rəsm, şahmat və musiqi dərsləri keçirilir. Valideynlərə övladının günlük fəaliyyətini canlı izləmə imkanı yaradılır. Xidmət sayı artdıqca da qiymət yüksəlir. Qiymətlərin dəyişməsi adətən bazar araşdırması aparılır və bundan sonra təyin olunur. Biz görürük ki, rus dili, ingilis dili olan bölmələrdə qiymətlər Azərbaycan dilinə nisbətən dəyişir və bu kimi amillər qiymətlərin dəyişmiş formada, yəni təxminən 200 manatdan 7000 arası aylıq dəyişməsinə əsas yaradır. Ekspertin sözlərinə görə məktəbəqədər təhsilə dəstək beynəlxalq təcrübədə isə bir qədər fərqlidir. Dövlət həmin onun övladı üçün ayırdığı təhsil xərcini istər məktəbəqədər, istərsə də ümumi təhsil pilləsində həmin təhsil müəssisəsinə köçürdür. Deyək ki, özəl təhsil müəssisəsində qiymət o dövlətin ayırdığı miqdardan daha çoxdur. Yerdə qalan hissəniz isə valideyn ödəyir. Əslində bizdə də bu sistemə keçid məktəbəqədər təhsil sahəsində olan problemi aradan qaldırmış olardı. Elm və Təhsil Nazirliyi də bildirib ki, özəl bağçalarda qiyməti bazar tənzimləyir. Sözgedən bağçalar sahibkarlıq məqsədlidir. Buna görə də müəssisələrdə qiyməti sahibkar özü müəyyən edir. Nazirlik bununla bağlı heç bir səlahiyyətə malik deyil. Minaya Zamanova, Xəzər xəbər.